Əziz Ağcabədlər, bildiyiniz kimi bir neçə gün bundan qabaq Ağcabəd rayon Sadiq Hüseynov küçəsində yerləşən Üzeyir qəbirstanlığında Ağcabəd rayon bələdiyyəsi tərəfindən abadlaşdırma və təmizlik işləri aparılırdı. Dəyərli izləyicilər, gördüyünüz kimi yenə də Ağcabəd rayon Rus qəbirstanlığı adlandıran bir ərazidə təmizlik işləri gedir. Dəyərli izləyicilər, həqiqətən də Ağcabəd rayon bələdiyyəsi rayon ərazisində xeyirxah işlər görür və görməkdə davam edir. Biz də Ağcabəd rayon sakinləri adından və dünyasını dəyişən insanların yaxınlarının adından rayon rəhbərliyinə və Ağcabəd rayon bələdiyyəsinin sədri çox hörmətli İsmail müəllimə təşəkkürümüzü, minnətdarımızı bildiririk ki, belə gözəl işlər görür və görməkdə davam edir. Allah dövlətimizi, millətimizi, bayrağımızı uc etsin. Allah bizim başçımızdan razı olsun. Qəbirstanlığımızda belə bir abadlıq iş görür. Çox pasif götürüb gedir qardaş. Çox gözəl, çox yaxşı işlər gedir. Qəbirstanlığımızda abadlığımız gedir. Təmizləyirlər, hə? Təmizləyirlər, qamur qarmış edir, çox edir, qəşəng təmizlik edir. Allah keçənlərin hamısını Allah keçənlərə canına dəyməsin, qollarına qüvvət versin. Çox gözəl, yaxşıdır. Çox idi, qalınlıq idi. Allah ölənlərə rəhmət etsin. Qəbirstanlıqda hamının ölüsü də var. Yəni, hamı üçündür bura. Kim təmizlədir buranı? Rafiq Hüseynov. Allah balasını saxlasın. Allah mərdum azadan uzaq eləsin. Bələdiyyə sədri. Allah balalarını xoşbəxt eləsin. Təmizlədi də qədər. Sağ olsunlar, Allah canlarını dəyməsin. Hamımızın ölümümüz var da, yəni bu bir nəfər üçün deyil, hamımızın ölümümüz var. Yəni qəbirstanlıq hamı üçündür. Bəli, elədir. Allah köməyiniz olsun. Allah sizə dəyməsin. Sağ ol.
batıq işlər gedir, mənə olmalı qardaş. Sağ olsun bizim İsmail müəllim, bura başımız çox sağ olsun. Korkosdan girmək olmur qardaş, belə batıq işlər gedir.